Bu idmanlar onurğanızı zədələyə bilər. Əgər bu idmanlarla məşğulsa, demək onurğanız risk altındadır. Bel ağrılarınız varsa, mütləq bunlardan uzaq durmanız lazımdır. Birincisi, ağır çəki ilə, səhv texnika ilə squat etmək və yaxud da deadlift etmək. Bu zaman onurğaya qeyri-bərabər yük düşür ki, bu da onurğa problemləri yarada bilir. İkincisi isə uzun müddətli qaçış, xüsusilə də asfalt və yaxud da sərt səth üzərində qaçış. Bu zaman isə fəqərəsi disklərə və faset oynaqlarında mikrotravmalara məruz qalır ki, bunlar da gələcəkdə bel ağrıları verə bilir. Üçüncüsü isə kontakt idman növləridir ki, bunlara futboldur, qaçışdır, karatedir və digər bu kimi idman növləridir. Bu zaman isə onurğada sürətlənmə, ciddi stress altında olur, yüksək gərginliyi yaradır ki, onurğada kiçik travmalara məruz qala bilir. Dördüncüsü isə sərt tullanma hərəkətləridir ki, bu basketboldur, uzunluğa tullanma hərəkətləridir ki, bu zaman onurğa qəflətən yüklənməyə məruz qalır ki, bu da travmatik disk yırtıqlarının yaranmasına səbəb ola bilər. 5. Səhv texnika ilə fitnesslə məşğul olmaq. Düzgün olmayan onurğada qeyri-balanslaşmış şəkildə artıq yüklənmə onurğanızda problemlər yarada bilir ki, bu da sizə gələcəkdə xroniki bel ağrılarına səbəb ola bilir. Qeyd edim ki, problem idmanın özündə deyil, problem səhv texnika ilə və həddən artıq yüklənmədədir. Onurğanızı qorumaq istəyirsinizsə, düzgün idman növü mütləq hər zaman seçilməlidir. Hansı idman növü sizə üçün faydalı olduğunu düşünürsünüzsə, xahiş edirəm şərhlərdə yazasınız.